Deyir ey Füzuli, eşqdən sonsuz zövq aldın. Hər Allahın adı ilə başlayan hər iş belədir. Deməli bir iş görmək istəyirsən, hansısa bir işə təşəbbüs göstərmək istəyirsən, bu zaman Bismillah deyərək başlamaq lazımdır. Niyə? Çünki sən orada Bismillah deyərək başlayanda Allahın adı ilə başlayırsan. Bu zaman sənin işinin gedişatı gözəl yerlərə, uğurlu yerlərə gedib çatır. Biz kimsə rəhmətə gedəndə, bizə deyirlər bir Fatihə çevirəndə və yaxud da ki, namaz qılanda görsən Fatihə surəsindən istifadə edirik. Niyə? Bayaq dedim axı bunun cavabını. İnsanların adından Allah həmin surədə danışır. Yəni deyir ki, orada insanlara necə ibadət etməyi, necə iş görməyi, necə namaz qılmağı öyrədir. Bax, burada bir sual meydana gəlir ki, Allah niyə orada birinci Rəhman deyib, sonra Rəhim deyib? Maraqlıdır, hə?